Buradan bu videonu çəkirəm. Hamı da görür. Mən Osmanova Qərənfil qərib qızı. Buradan üzümü tuturam. Qalınçaq kəndinin sakini. Ömrün təkəri. Səddam kimi oğlun özünü yedi. Ələ dürmə verən dünyadır deyən Kərimiyan Elnur Oqtayoğlu sənə. Gətir mənim ördəyimi ver. Öyüzdə işlətdiyiniz qabı-qacaq, hamısı mənim öyümdən uğru qardaşın, Seymurun uğrayıb apardıqlarıdır. Parçalarımı uğrayıb aparıb, Seymur yığdı öyüzə, çəkib yorğan döşəyə şelllənirsiniz, gedib bazarda dilənirsən, sən mənim qoz ağacımı kəsən gün ki, 3 qanla bələnmiş qardaş, qanuza bələnəsiz, bir də anon Züleyxa. Bu öyümdə dediniz ki, biz qalınçaq birinə, hərəmiz 5 manatı nəzir demişik ki, müharibə başlasın, cəmaat qırılsın, nəy var bizə qalsın. Bu cəmaata üzümü tuturam, onları tanıyanlara. Bu bayquşlar, Nəzir Niyaz deyir ki, müharibə başlasın, millət qırılsın, nəy var bizə qalsın. Bu cəmaat da pullardan basır Elnurun cibinə. Elnur da, Seymur da, Züleyxa da, Sənan da mot milyonerdirlər. Züleyxanın sandıqda gizlətdiyi pullarla bütün İsmail'in evlərin jildomları almaq olar. Züleyxa yalandan gedir icra hakimiyyətinə, dilənir, heç nəyim yoxdur, həyətinə kaçalka da vurdururlar. Həyətində tuvalet, hamam da tikirlər, produktları da basırlar öyünə. Hər hardakı Züleyxa, bütün İsmail'dən də, bütün Azərbaycandan da milyonerdir. Yalandan cındır geyir, bicdiqlə fırıldaqla ki, heç nəyim yoxdur. Elnur da həmçin elə, oğrayıb satdığınız mallar, toğlar, hinduşkalar, qazlar, pullar sizə ömür billah bəsdir. Bu cəmaata üzümü tuturam deyirəm, süz için qarqış tökürlər, nəzir deyirlər, niyaz deyirlər. Nə adına bunları məclisuza aparıb, bazarda onluqları, beşlikləri Elnurun cibinə qoyursunuz. Bu adamlar ermənidir, yalandan Azərbaycan pasportu düzəltib ki, Azərbaycanlı yox. Seymur getdi Rusiyyətə, Rusiyyətdə oradan oğurluq, buradan oğurluq elib, 100 milyon manat göndərdi anasına. Ondan sonra Seymur keçib Ermənistana, Ermənistandadır, anası ilə, qardaşlarla danışır, Azərbaycana hücuma keçməyə hazırlaşır, milləti qırıb, var dövlətinə sahib olmağa. Bu insanlar oğrudur, vətən xainidir, ermənidir. Bunlara haqq qazandırmın, bunlardan uzaq olun. Bunlar maşenlikdir, oğrudur, ermənidir, xalq düşmanıdır.